üstündən bir yerdə divardan tullana bilən bir dənə maşın göstərəcəm. Bu maşındır. Mütləq Lada olmalıdır. Birinci olaraq o. Mütləq Lada olmalıdır. Sürətli də göstərəcəm çünki yaddaşmazdır. Ayarlamalardan V12'de olar, V16'da olar. Baxın, 3 turbo, offroad lastiği, yeni egzoz. Yəni ki, bunların mənim indi göstərdiklərim hamısını eləyin. 1000 HP'dən çox olsun. Maşınınızı gücləndirir. Sürət qutusunu göstərəm, amma ki, videoyu dayandırıb eləyin də. Bitti. İndi sümpasisyon. Bu kadar. Ağırlık merkezi ise belə. İndi dostlar göstərməsinə keçək. Hardaydı? Otoyol idi. Otoyol. Dostlar tez bazar göstərməliyəm çünki yaddaşmazdır. 5 dəqiqədən çox olsa videoyu qalerimi qəbul eləməyəcək. 5 dəqiqədən çoxdur. Hayda, yine burada. Seçsin yolu. Dostlar, normal sürmək istəyirsinizsə 6-cı vites işlətin. 6-cı vitesdə çünki normalcıdır, amma şu o birlərdə maşın tullanır. Üç saat yolumu oyalamasın deyə asan yoldan gedirəm. Ay, yox. Yes be. İçtaçı olmayın da videosunu gələn videoda göndərəcəm. Yaddaşım təbii ki boşaldı. Burada bu tez bazar eləməyəcəm. Dostlar, çox üzr diləyirəm. Çünki yaddaşımda bilmirəm də nələr var. Ona görə də boşaldamıram. Bəlkə önə... Oyda, yes be. Sonunda istədiyim şeyə ulaşdım. Yoldan çıxma. Dodge kapı. İndi gözlə. İndi dovşan maşının vaxtı gəldi. Hayda, olmadı. Mənə tərsinə döndərmədən Dovşan bəy. Ne olar ay Dovşan bəy, tez olun Dovşan bəy. Dovşan bəy, tez bazar dostlarımı göndərməliyəm. Dovşan bəy bu videonu. 6-cı vitesdə də 7-ci vitesdə də sürülə bilər. Amma ondan sonraki ondan başqa viteslərdə sürülə bilməz. Çünki dostlar çox tullanır bu maşın. O kadar tullanır ki gördünüz. Normalde çıxamayacağı yeri çıxdı. Təbii ki dostlar, məndə V16 motordur, ona görə də olmuş ola bilər. Dovşan maşını çox qəşəngdir dostlar, amma ki. Bu dovşan maşını oyunun ən yaxşı maşını. Yes be. No. Yes be. Bir tane aşağı skorsta bastık gaza. Aslında bu dəqiqən 10 dəqiqəyə qədər götürə bilirdi. Aydana. Hadi be. Oy. Çok suçlu. Maşını tez düzelttireyim. Təcili düzelttirmeye lazımdı.
Dostlar, bu arada hamı mən arada elədiyim buğlarında videosuna baxıram. Orada başqa cür eləyirlər, amma ki mənim taktikam başqa cürdür. Məsələn, orada hamı bu cür qaza basıb uçmağa çalışır, amma ki onun asan bir dənə yolu daha var. Bu cür özünüzü elişdirin, sonra birdən-birə orxaya verib. Haydana, olmadı. Videodayım da ne olur o. Yes, olurdu. Nothing. Dostum gündüz orada ne olar? Yes, ayda yok olurdu. Grank olurdu. Ne olur o. Hayda. İndi videodayım diye olmayacaq, amma ki bayaqlarım 20 dəqiqə çəkən videomda olmuşdu. Həqiqə videom boşa getsin diye eləyirsən də. Videomun vaxtını boşa xərcləyirsən də oğlum. Olmayacaqsan indi. Gördünüz de dostlar, olur da az kala. Kanka ne olur olmuyor. Of ya. Hayda, neden olmuyor? Oğlum neden olmuyor? Neden olmuyor ne? Neden olmuyor ne? Bir dakika. Hadi be oğlum, birinci olmalıyız, ne olur. Hadi birinci. Kanka neden olmuyor? Neden olmuyor? Allah'ım, dinleyeceğim lan artık. Galiba buldum ben nasıl yapacağımızı. Kanka çok geriye gitmesin olur mu? Bir dakika oğlum, bir dakika. Araba otomatikten çıkar. Birinci vites. Kanka mecburi düzeltmeli. Otomatikmen çalışacaksın mı lan sen? Henüz arkadaşlar, ben galiba bu videoda yapamadım ya. Çünkü oğlum. Aratı yap.
Geri dön. Geri dön. YouTube'u nasıl yapmıştım? Yani olmuyor hemen. Kanka araç sakatlanmıyor ki. Araç sakatlansa yine hiç mi? Nasıl sakatlandım değil mi şimdi? Neyse arkadaşlar benim bu kadar çünkü yapamıyorum delireceğim yapamıyorum. Arkadaşlar benim bu kadar bay bay.